Salam əziz şagirdlər. Bugün biz sintaks bölməsindən olan sintaktik əlaqələr mövzusuna toxunacağıq. İnşallah dərs izah hər biriniz üçün faydalı olar. Əgər videomuz sizin üçün faydalıdırsa, dərslərimizi bəyənirsə, videomuzu bəyənməyi, fikirlərinizi bizimlə bölüşməyi, kanalımıza abunə olmağı unutmayaq. Deməli, sintaktik əlaqə nədir? Sintaktik əlaqə. Sintaktik əlaqə. Belə bir nümunə yazaq. Məsələn, mən məktəb get. Gəlin bu nümunəyə baxaq, görək sözlər arasında bir əlaqə varmı? Sözlər bir-biriyle əlaqələndimi? Əlbəttə xeyir, amma biz cümləni əlaqələndirmək üçün cümləyə əlavə şəkilsizlər əlavə edirik. Mən məktəbə gedirəm. Bu zaman cümlədə sözlər arasında əlaqə oldu. Deməli, bu zaman biz nədən istifadə edirik? Xüsusi şəkilçilərdən. Sintaktik əlaqələnmə zamanında xüsusi şəkilçilərdən istifadə olunur. Sintaktik əlaqənin iki növü var. Sintaktik əlaqənin. Deməli, tabellik əlaqəsi, bir də tabesizlik əlaqəsi. İlk öncə danışaq tabesizlik əlaqəsindən. Deməli, tabesizlik əlaqəsi nədir? Adından göründüyü kimi, tabesizlik əlaqəsində olan sözlər arasında heç bir asılılıq olmur. Bir tərəf digər tərəfdən asılı olmur. Hər iki tərəf bərabər hüquqlu olur. Buna görə də tabesizlik əlaqəsi olan sözlər arasında və yaxud da söz birləşmələri cümlələr arasında işarə bu formada göstərilir. Heç bir tərəf digər tərəfdən asılı deyil. Hər ikisi bərabər hüquqludur. Tabesizlik əlaqəsi nələr arasında olur? Tabesizlik əlaqəsi işlənir həmciz üzvlər arasında. Daha sonra işlənir mürəkkəb cümlədə, tabesiz mürəkkəb cümlələr arasında, bir də bəzi sözlər arasında, sadalama intonasiyası olan sözlər arasında. Nümunə yazaq hər birinə aid. Məsələn, deyirik ki, hamı oxuyur, hamı oxuyur, o rəqs edir. Cümləmiz necə cümlədir? Oxuyur kim? Hamı. Rəqs edir kim? O. Gördüyümüz kimi cümləmiz tabesiz mürəkkəb cümlədir. Deməli, bunun tərəfləri arasında nə var? Tabesizlik əlaqəsi var. Daha sonra nümunə yazaq. Həmciz sözlər arasında tabesizlik əlaqəsinin olmasına. Tutaq ki, qonşular və qohumlar toyda rəqs edirdilər. Rəqs edirdilər. Rəqs edirdilər kim? Qonşular, kim? Qohumlar. Deməli, burada həmciz mübtədalar işlənmişdir və həmciz mübtədalar arasında da nə var? Tabesizlik əlaqəsi var. Bir də elə bir məqam olur ki, sadalama intonasiyalı sözlər söz birləşməsinin tərkibində olur və onlar arasında da nə var? Tabesizlik əlaqəsi var. Məsələn, deyirəm ki, mən qələm və dəftərimi çantama yığanda zəng vuruldu. Vuruldu nə? Zəng. Nə zaman? Mən qələm və dəftərimi çantama yığanda. Bir yerdə fiili bağlama tərkibi cümlənin zərfliyi oldu. Amma burada qələm və dəftərimi sadalama intonasiyası olan sözlər olduğu üçün bunlar arasında nə var? Tabesizlik əlaqəsi var. Ona görə biz tabesizlik əlaqəsinin işləmə məqamına diqqət edirik. Yəni, tapşırığın şərtində bizdən nə istəyir? Ümumi istəyə bilər. Hansı cümlədə tabesizlik əlaqəsi var? Bu zaman tabesizlik əlaqəsinin nələr arasında olduğu vacib deyil. Önemli olan odur ki, orada tabesizlik əlaqəsi olsun. İstər cümlə üzvləri arasında, istər cümlələr arasında. Əsl odur ki, tabesizlik əlaqəsi var. Amma
Əgər bizdən istəyirsə hansı cümlədə söz birləşmələri arasında söz birləşməsinin tərkibində olan həmciz daha doğrusu sadalamalı olan sözlər arasında tabeslik əlaqəsi var. Bu zaman məqamı götürürük. Yox, əgər bizdən istəyirsə həmciz sözlər arasında bu zaman həmciz mübtəda, xəbər, təyin, tamamlıq, səhvlik hər hansı biri təmcizdirsə, deməli onlar arasında tabeslik əlaqəsi var. Bir də tabesiz mürəkkəb cümləni müəyyən etmişiksə, həmin cümlələr arasında da tabesizlik əlaqəsi olur. Sintaktik əlaqənin digər növü olan deməli tabelik əlaqəsindən danışaq. Tabelik əlaqəsi nədir? Tabelik əlaqəsi tabesizlik əlaqəsindən fərqli olaraq tabidir. Bir tərəf digər tərəfi özündən asılı edir. Bu zaman bir tərəfli oxla göstərilir. Əsas tərəf hansıdırsa, tabi edən tərəf hansıdırsa, o həmin tərəfdə olur. Tabilik əlaqəsinin 3 növü var. Uzlaşma, idarə, bir də yanaşma əlaqələri. Ən çox imtahanlarda düşən mövzumuz uzlaşma əlaqəsidir. Uzlaşma əlaqəsi. Uzlaşma əlaqəsi haqqında biraz danışaq, amma digər əlaqələri də bilmək bizim üçün faydalı olar. Deməli, uzlaşma əlaqəsi nədir? Uzlaşma əlaqəsində əsas tərəfin tələbi ilə digər tərəf onunla şəxsə və keyfiyyətə görə uzlaşır və bu zaman uzlaşma əlaqəsi əmələ gəlir. Uzlaşma əlaqəsinin göstəriciləri nələrdir? Deməli, şəxs sonluqları, bir də mənsubiyyət şəkilçiləri. Şəxs sonluqları nəyin tələbi ilə yaranır? Mübtədanın. Əgər cümlədə mübtəda varsa, mübtədanın tələbi ilə xəbər müxtəlif şəxs sonluqları qəbul edir və xəbər mübtədadan asılı vəziyyətə düşür. Yəni, xəbər mübtədanın tələbi ilə nə edir? Şəxs sonluqlarını qəbul edir. Bu arada qeyd edək ki, mübtəda cümlənin ən sərbəst, ən müstəqil üzvüdür. Heç bir cümlə üzvündən asılı vəziyyətdə deyil, xəbəri özündən və digər cümlə üzvlərini özündən asılı vəziyyətə salır. Daha sonra, mənsubiyyət şəkilçiləri bəs harda işlənir? Biz bilirik ki, mənsubiyyət şəkilçisi nəyin tələbi ilə yaranır? Yəlik halda olan sözün. Deməli, yəlik halda olan söz və üstə gəl mənsubiyyət şəkilçili söz. Bunlar harda işlənir? İkinci növ ismi birləşmələr və üçüncü növ ismi birləşmələr arasında da nə olur? Uzlaşma əlaqəsi işlənmiş olur. Məsələn, deyirəm ki, sənin çırağın. Sənin çırağın yəlik al və mənsubiyyət şəkilçili söz arasında nə oldu? Uzlaşma əlaqəsi oldu. Uzlaşma əlaqəsində hər zaman birinci tərəf əsas tərəfdir. Yəni, ikinci tərəfi özündən asılı vəziyyətə salır. Və yaxud da deyirəm ki, kitab cildi. Kitab cildi birləşməsi də ikinci növ ismi birləşmədir və bunlar arasında da sintaktik əlaqə baxımından daha doğrusu uzlaşma əlaqəsi var. Daha sonra nəyə diqqət edirik uzlaşma əlaqəsində? Belə bir məqam var. Biz deyirik ki, sənin oxumağın. Bilirik ki, ismi birləşmədir. Əsas tərəf məsələlə ifadə olunan söz mənsubiyyət şəkilçisi qəbul etdiyi halda, yəlik halda olan sözün əlaqəlibsə, bunlar da ismi birləşmədir və bunlar arasında da tabesizlik əlaqəsi, daha doğrusu, bunların adlarını qarışdırdım, uzlaşma əlaqəsi mövcuddur. Bir də qeyd edək ki, əgər desək ki, sənin oxuduğun bu fiili birləşmədir, amma yəlik halının əlaqələndiyi üçün dığın bütün fiili sifət şəkilçisidir, fiili birləşmədir. Bunlar arasında da uzlaşma əlaqəsi var. Deməli, biz deyə bilmərik ki, uzlaşma əlaqəsi yalnız ismi birləşmələri, söz birləşmələri arasında olur. Bu cür fiili birləşmələr arasında da biz uzlaşma əlaqəsinə rast gələ bilərik. Daha sonra, mübtəda ilə xəbərin uzlaşması nə zaman pozula bilər və yaxud da necə gözlənilməlidir? Mübtəda ilə xəbər
arasında uzlaşma demək olar ki, çox zaman şəxsə görə gözlənilir. Amma hakimiyyətə görə uzlaşma bəzən pozula bilir. Nələrə diqqət etməliyik? Əgər mübtəda cəmdədirsə, bu zaman xəbər də cəmdədir. Əgər mübtəda təkdədirsə, bu zaman xəbər də təkdədir. Bax, biz qrammatik normanı qoyuruq bir kənara, ümumiyyətlə normaları qoyuruq bir kənara. Uzlaşma budur. Əgər cəmdədirsə cəmdədir, təkdədirsə təkdədir. Başqa bir adı yoxdur. Mübtəda əgər şəxs əvəzliklərlə ifadə olunarsa, şəxs əvəzlikləri bilirik ki, şəxslər birinci, ikinci, üçüncü şəxslərə olur təkdə və cəmdə olmaqla. Mübtədalardan biri əgər birinci şəxsdirsə, yəni mən və ya biz olarsa, bu zaman xəbər birinci şəxsin cəmində olacaq. Birinci şəxsin cəmində. Yəni mən varsa, mən istənilən şəxslə həmcinslik yaradıbsa, bu zaman öncəlik məndədir. Mən və sən nəyi yaratmışam? Mən olan yerdə nə var? Biz var. Yəni biz, mən və sən müəllimik. Yəni burada biz müəllimik. Hər iki şəxsin yerinə nəyi qoya bilirik? Mən və sənin yerinə biz bizi qoya bilirik. Əgər mən yoxdursa, sən şəxs əvəzliyi üstünlüyü ələ alır. Sən və o varsa və yaxud da onun yerinə hər hansısa bir şəxs adı qoyuram. Sən və Elvin tutaq ki. İkiniz birlikdə siz. Sən və Elvin şagirdsiniz. İkinci şəxsin cəmi olur. Mən və sənin hər hansı biri yoxdursa, digər iki şəxs adı varsa, məsələn Elvin və o, Elvin və Rəşid və s. Hər iki şəxs varsa, bu zaman xəbər üçüncü şəxsin cəmində olur. Elvin və Rəşid şagirddirlər. 9 sinfin şagirdidirlər və s. Daha sonra mübtəda ilə xəbər arasında uzlaşma nə zaman pozula bilər? Nə zaman pozula bilər? O zaman pozula bilər ki, mübtəda ilə xəbər arasında uzlaşma. Deməli, əlavə şəxs əvəzi ilə ifadə olunduqda mən məktəbin şagirdi qalib oldum. Qalib oldum kim? Mən. Burada nə işlənib? Mən məktəbin şagirdi qalib oldum. Məktəbin şagirdi nədir burada? Əlavə. Əlavə əgər mübtəda ilə uzlaşmırsa, biz bilirik ki, əlavə tire ilə ayrılır, aid olduğu sözdən. Amma əlavə mübtəda ilə uzlaşmırsa, bu zaman iki vergüllə ayrılır. Hər iki tərəfindən vergüllə ayrılır. Mən qalib oldum uzlaşsa da əlavə aid olduğu söz. Amma məktəbin şagirdi qalib oldum. Artıq burada mübtəda nədir? Əlavə xəbərlə uzlaşmır və onlar digər cümlə üzvlərindən vergüllə ayrılırlar. Daha sonra əgər xəbər şəxs əvəzliyi ilə ifadə olunubsa, məsələn deyirəm ki, o sənsən. Sənsən neçənci şəxsdir? İkinci şəxs. O sənsən. Burada nə edib? Uzlaşma pozulub. Bu bizik. Burada da uzlaşma pozulub. Və yaxud da ki, müəllim mənəm. Mənəm birinci şəxsdir, müəllim isə o üçüncü şəxsdir. Bunlar arasında da bəzən uzlaşma pozula bilir. Daha sonra tabirlik əlaqəsinin digər növü olan idarə əlaqəsindən danışmaq istəyirəm. İdarə əlaqəsi əsas sözün tələbi ilə aslı sözün ismin bir haldan çıxıb digər hallara düşməsi idarə əlaqəsi adlanır. Deməli, idarə əlaqəsinin göstəricisi nədir? Hal şəkilçiləri. Amma bu demək deyil ki, biz harada hal şəkilçisi gördük, biz birbaşa deyəcəyik ki, bu idarə əlaqəsidir. Elə deyil. Məsələn, deyirəm ki,
kitabın məndədir, səndədir, Əlidədir və s. Məndədir nə? Kitabın. Mübtəda xəbər arasından hansı əlaqə var? Qeyd etdik ki, uzlaşma əlaqəsi var. Məndədir. Hal şəkilçisi qəbul etsə də, deməli, burada idarə əlaqəsi olmur. Çünki mübtəda xəbər arasında nə olur? Uzlaşma əlaqəsi olur. Uzlaşma. Daha sonra nümunə yazaq idarə əlaqəsinə aid. Deməli, sənin qələmin məndə qalıb. Cümləyə baxaq, biz artıq uzlaşma əlaqəsi ilə tanışıq. Ona görə cümlədə uzlaşma əlaqəsini də tapaq. Qalıb nə? Sənin qələmin kimdə? Məndə. Bax, qeyd etdik ki, mübtəda xəbər arasında uzlaşma əlaqəsi var. Uzlaşma əlaqəsində hər zaman birinci tərəf, yəni mübtəda əsas tərəfdir. Xəbəri hər zaman özündən asılı vəziyyətə salır. Bax, burada qeyd etsək, diqqət etsək görərik ki, qələmin məndə qalıb. Burada da şəxs sonluğu yoxdur. Yəni, bəzən sual düşə bilər ki, hansı cümlədə uzlaşma əlaqəsi göstəricisi yoxdur, amma cümlədə uzlaşma əlaqəsi var. Bu zaman mübtəda xəbəri tapılır və xəbərdə şəxs sonluğu olmadıqda uzlaşma əlaqəsinin göstəricisi olmamış olur. Sənin qələmin, burada isə yəlik hal var. Bax, biz sənin qələmin dedik ki, ikinci növ arasında, üçüncü növ arasında nə var? Uzlaşma əlaqəsi var. Birinci tərəf, əsas tərəfdir. Uzlaşmadır. Uzlaşma əlaqəsi ilə yanaşı, ikinci, üçüncü növ isim birləşmələri arasında idarə əlaqəsi də var. İdarə əlaqəsində isə ikinci tərəf əsasdır. Bir sözlə belə deyək, göstəriciləri olan tərəf aslı tərəfdir. Bax, idarə əlaqəsində hal şəkilçili tərəf aslı tərəfdir. Uzlaşma əlaqəsində göstərici nədir? Mənsubiyyət şəkilçiləri və şəxs sonluqları. Mənsubiyyət şəkilçili tərəf, şəxs sonluğu olan tərəf, aslı tərəf hesab olunur. Burada deməli, həm idarə, həm uzlaşma əlaqəsi var. Mübtəda xəbər arasında uzlaşma əlaqəsi var. Məndə, kimdə? Burada isə hal şəkilçili söz xəbərlə əlaqəyə girir. Bax, məndə qalıb. Sənin qələmin. Qələmin qalıb. Nə edir? Bir-biri ilə əlaqəyə girir. Daha sonra deməli, bu cümlədən çıxış edib deyirik ki, tamamlıq və xəbər arasında nə var? İdarə əlaqəsi var. Və idarə əlaqəsində də ikinci tərəf, əsas tərəf sayılır. Göstəricisi olan tərəf aslı tərəfdir. Daha sonra idarə əlaqəsi olur yer zərfliyi ilə xəbər arasında. Məsələn, deyirəm ki, biz kənddə yaşayırıq. Kənddə yaşayırıq. Yaşayırıq kim? Biz. Harada? Kənddə. Deməli, burada da yer zərfliyi ilə xəbər arasında idarə əlaqəsi olmuş hesab olunur. Qeyd etdik ki, ikinci, üçüncü növ arasında həm uzlaşma, həm idarə əlaqəsi var. Daha sonra, bəzən elə olur ki, fe'li birləşmələr birinci tərəfi hal şəkilçisi qəbul edir. Məsələn, deyirəm ki, kəndə qayıdan, kəndə qayıdanlar. Bu birləşmə kəndə qayıdan fe'li birləşmədir. Amma aslı tərəfində hal şəkilçisi var. Deməli, burada da nə var? İdarə əlaqəsi var. Biz mövzunu izah edəndə əvəzliklərdə qeyd etmişdik ki, bəzən bizim sinif, sizin sinif kimi birləşmələrdə, bizim uşaq, sizin qapı, sizin ev kimi birləşmələrdə ikinci tərəf, məsələn, deyirəm, sizin ev təmirlidir. Bizim sinif qalibdir. Bu kimi birləşmələrdə qalibdir kim? Sinif. Daha sonra təmirlidir nə? Ev. Hansı ev? Sizin ev. Hansı ev? Bizim ev.
Bu kimi birləşmələrdə ikinci tərəfdə mənsubiyyət şəkilçisinin olmaması bunu idarə əlaqəsində olmaqdan çıxarmır. Çünki yerik hal şəkilçisi var və bu idarə əlaqəsindədir. Biz buna yanaşma əlaqəsi demirik. Çünki təyin digər cümlə üzvləri ilə yanaşma əlaqəsinə girir, amma burada hal şəkilçisi var. İkinci tərəfdə mənsubiyyət olmasa da bu onu idarə əlaqəsi olmaqdan uzaqlaşdırmır. Daha sonra nələrə diqqət edirik? Qeyd etdik ki, bəzən cümlədə hal şəkilçisi olsa da bu idarə əlaqəsi deyil. Bu zaman idarə əlaqəsi, yəni hal şəkilçili söz cümlənin xəbəri olur. Məsələn, deyirik ki, bu ev hicranındır. Kimindir? Hicranındır. Və yaxud da ki, məktəbin həyətindəki deməli uşaqlar qonşumuzundur. Burada hal şəkilçisi olsa da nədir? İdarə əlaqəsi yoxdur. Sonra bəzən belə bir sual düşə bilər ki, hansı cümlədə hal şəkilçisi işlənməsə də cümlədə idarə əlaqəsi var. Biz əlbəttə ki, bu qeyri-müəyyən haldan söhbət gedir. Məsələn, deyirəm ki, söz boğçası. Müəllim dedi ki, söz boğçasını təkrarlayın. Söz boğçası. Burada hal şəkilçisi olmasa da cümlədə sözlər arasında idarə əlaqəsi var. Daha sonra danışaq tabirlik əlaqəsinin digər növü olan yanaşma əlaqəsindən. Yanaşma əlaqəsinin xüsusi göstəricisi yoxdur. Yəni əsas söz heç bir xüsusi şəkilçi qəbul etmədən əsas söz heç bir şəkilçi qəbul etmədən asıl söz özündən aslı vəziyyətə salır yanaşma əlaqəsində. Yəni tabirlik əlaqəsində olan sözlər arasında ya uzlaşma əlaqəsi ya idarə əlaqəsi yoxdursa, deməli bunlar arasında nə var? Bunlar arasında yanaşma əlaqəsi var. Yanaşma əlaqəsində də əsas tərəf ikinci işlənir. Yanaşma əlaqəsində. Yanaşma. Birinci tərəf asılı, ikinci tərəf isə əsas tərəf olur. Yanaşma əlaqəsi əsasən nələr arasında olur? Birinci növ təyin söz birləşmələrinin arasında. Yəni təyin və təyin olunan arasında. Təyin nə edir? Bax, ümumiyyətlə təyin bütün cümlə üzvləri ilə sintaktik əlaqəyə girir. Sintaktik əlaqə zamanı təyin aslı tərəf olur. Təyin mübtəda ilə əlaqəyə girir. Bu zaman mübtəda neydi? Burada xəbər, tamamlıq, zərflik. Təyin hətta təyinin özü ilə də sintaktik əlaqəyə girə bilir. Təyin deməli, təyin digər cümlə üzvlərinə sintaktik əlaqəyə girən zaman aslı tərəf olur. Aslı tərəf, yəni mübtədadan, tamamlıqdan, xəbərdən, zərflikdən aslı vəziyyətdə olur. Təyin təyindən də asıl olur. Təyin bu zaman həm əsas, həm də aslı tərəf kimi çıxış edir. Ki, verək, təyin digər cümlə üzvlərini təyin etdiyi zaman aslı tərəf, amma təyin izah etdiyi zaman, bu zaman təyin eyni zamanda əsas tərəf kimi də çıxış etmiş olur. Məsələn, nümunə ilə yazıram. Qara gözlü qız bacımdır. Bacımdır kim? Qız. Hansı qız? Gözlü qız. Necə qız? Necə gözlü? Qara gözlü. Burada deməli iki söz arasında təyinlə mübtəda arasında yanaşma əlaqəsi var. Təyin digər təyini təyin etdiyi üçün həmcins təyin olaraq bunlar arasında yanaşma əlaqəsi var. Qız bacımdır. Burada isə uzlaşma əlaqəsi var. Deməli, daha sonra belə bir nümunə yazıram. Qorxudan
rengi ağarmıştı. İşte burada qorxudan hal şəkilçili söz qəbul etsə də, bu zaman məqsəd bildirdiyi üçün bunlar arasında səhvliklə digər xəbər arasında da nə olacaq? Yanaşma əlaqəsi olmuş olacaq. Daha sonra nəyə diqqət edirik? Qoşmalı sözlərdə. Qoşmalı sözlərdə xəbər arasında, bunlar arasında da yanaşma əlaqəsi olur. Məsələn, deyirik ki, biz səninlə daha doğrusu biz nənəmlə kənddə qalırıq. Kənddə qalırıq. Qalırıq kim? Biz. Kim ilə? Nənəmlə. Bax, qoşmalı sözdür, amma nənəmlə qalırıq. Burada yanaşma əlaqəsinə girib. Kənddə qalırıq isə idarə əlaqəsi olur. Daha sonra bir də nəyə diqqət etməliyik? Deməli, söz birləşməsində və sintaktik əlaqələrdə aslı tərəflərə diqqət edirik. Yəni, söz birləşməsində və sintaktik əlaqələrdə aslı və əsas tərəflər fərqli anlayışlardır. Yəni, necə? Söz birləşməsində, məsələn, deyirəm ki, kitabın cildi. Kitabın cildi. Kitabın cildi söz birləşməsində və söz birləşməsində ikinci tərəf həmişə əsas tərəfdir. Əsas. Bu söz birləşmələrindədir. Amma sintaktik əlaqələrdə isə fərqlidir. Kitabın cildi birləşməsində əgər uzlaşma əlaqəsindədirsə, bu zaman birinci tərəf əsasdır. Əgər idarə əlaqəsindədirsə, bu zaman ikinci tərəf əsasdır. Yəni, bu məqamlara da diqqət edirik. Söz birləşməsində fərqlidir, amma burada isə fərqli hesab olunur. Son olaraq deməli, fikirlərimizi belə ümumiləşdirək. Belə bir sxem çəkirik. Belə bir sxemimiz var. Mübtəda, təyin. Nasikləşdirim. Deməli, mübtədamız, təyinimiz, xəbərimiz, zərflik, tamamlıq. Deməli, biz qeyd etdik ki, mübtəda xəbəri özündən aslı vəzifə salır. Xəbərlə uzlaşma əlaqəsində olur. Zərflik və tamamlıq xəbərlə əlaqəyə girir. Həm idarə, həm də yanaşma əlaqəsinə. Təyin bütün cümlə üzvlərlə sintaktik əlaqəyə girə bilir. İstər mübtəda ilə, istər xəbərin də əvvəlində işlənə bilər və yaxud da zərfliyin də, tamamlığın da əvvəlində işlənə bilər. Hər biri ilə sintaktik əlaqəyə girir və aslı tərəf olur. Təyin təyini təyin edərsə, belə bir məqam. Bu zaman təyin eyni zamanda həm əsas, həm də aslı tərəf kimi çıxış etmiş olur. Bax, buradan biz nə görürük? Deməli, mübtəda tamamlıqla sintaktik əlaqəyə girmədi. Mübtəda zərfliyinə sintaktik əlaqəyə girmədi. Heç bir-birlə sintaktik əlaqəyə girmədi. Mübtəda ilə xəbər sintaktik əlaqədə olduğu zaman, mübtəda hər zaman əsas tərəfdir. Xəbər digər cümlə üzvlərlə sintaktik əlaqədə olduğu zaman əsas tərəfdir. Təyin isə qeyd etdiyimiz kimi digər bütün cümlə üzvlərinin əvvəlində işlənir, universaldır bir növ, hamısıyla sintaktik əlaqəyə girir və hər birində aslı tərəf olur. Başqa təyin onu təyin etdiyi zaman, bu zaman təyin eyni zamanda əsas tərəf kimi də çıxış etmiş olur. Daha sonra zərflik xəbər və təyinlə sintaktik əlaqəyə girə bilir. Xəbərlə və təyinlə. Zərflikdən əvvəl təyin işlənibsə, bu zaman zərflik əsas tərəf kimi çıxış edir. Amma xəbərlə əlaqəyə girdiyi zaman gördüyümüz kimi xəbər əsas tərəf kimi çıxış edir. Tamamlıq da həm xəbərlə, həm də təyinlə əlaqədə ola bilir. Sintaktik əlaqədə tamamlıq xəbərlə sintaktik əlaqədə olduğu zaman gördüyümüz kimi əsas tərəfdir. Amma özündən əvvəl onu təyin edən təyin edici söz varsa, bu zaman tamamlıq da əsas tərəf kimi
çıxış etmiş olur. Belə bir cümlə var. Məsələn, deyirəm ki, onun qara saçları. Onun qara saçları deməlidir. Parıldayırdı. Onun qara saçları parıldayırdı. Bəzən belə düşür ki, cümlədə altından xətt çəkilmiş sözü və yaxud da ki, cümlədə hər hansı sözü çıxarsaq, cümlədə sintaktik əlaqələrin sayı artar, növü dəyişər və s. İkinci gəlin baxaq görək, burada hansı sintaktik əlaqələr var. Parıldayırdı nə? Onun qara saçları. Gördüyümüz kimi burada mübtəda və xəbər var. Bunlar arasında uzlaşma əlaqəsi var. Onun saçları birləşməsi nədir burada? Üçüncü növ isim birləşmədir. Bunlar arasında nə var? Həm uzlaşma, həm də idarə əlaqəsi var. Qara saçlar isə nədir? Qara saçlar burada deməli yanaşma əlaqəsində olan sözlər birinci növ birləşmə arasındadır. Biz əgər cümlədən onun sözünü çıxarsaq, o zaman nə olacaq? Üçüncü növ isim birləşmə olmayacaq. Nə uzlaşma əlaqəsi qalacaq cümlədə, nə də idarə əlaqəsi qalacaq. Sadəcə yanaşma əlaqəsi qalacaq. Bu zaman nə edəcək? Sintaktik əlaqələr, daha doğrusu sayı azalır. Yox, növ dəyişmiş sintaktik əlaqənin sayı azalmış olur. Bugünkü dərsimiz bu qədər. İnşallah izahımız hər biriniz üçün faydalı oldu. Dinlədiyiniz üçün təşəkkür edirəm.